Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz. Hər birinizi ayə-bayə verilişində xoş gördük. Biz bu verilişdə Qurani Kərimin ayələrini sizə kəlmə və kəlmə, hərf və hərf tərcümə edirik. Çatdıq 9-cu dərsə Qurani Kərimin nazil olması. Əvvəldə də qeyd etmişdim ki, bizim hər dərsimiz mövzu olaraq qabağa gedir. Yəni Qurani Kərimdə məsəl üçün Quranın nazil olması haqqında bir neçə ayələr var ki, onları bu dərsdə sizinlə bölüşəcəyik inşallah. 10 ayədən ibarətdir. Gəlin baxaq. Birinci ayə. Şəhru Ramadanəl-ləzi unzilə fihil Qur'an hudən linnəs və bəyyinətin minəl hudə. Təbii ki, ayə sona qədər deyir. Bəqərə surəsi 185-ci ayə. Ramazan ayı haqqında danışarkən Allah Teala burada Qurana da işarə edir. Şəhru Ramadan, yəni Ramazan ayı, əlləzi o ki, unzilə nazil edildi, fihi onda, əl-Qur'anu, Qur'an. Niyə? Hudən linnəs, hidayətdir, hudən linnəs, insanlar üçün, və bəyyinətin, aşkar dəlillərdir və yaxud da minəl hudə hidayətdən. Gəlin ayənin ümumi mənasına baxaq. Ramazan elə bir aydır ki, həmin ayda insanlar üçün hidayət olan və içində hidayətin dəlilləri olan Quran nazil edilmişdir. Bu birinci ayə. Keçirik ikinci ayəyə. Yə əyyuhəl-ləzīnə əmənu آمنوا بالله ورسوله والكتاب الذي نزل على رسوله. Nisa surəsi 136-cı ayə. Ya eyyuhellezine amenu, ey o kəslər ki iman gətirmisiniz. Aminu, iman edin, billahi, Allaha və rasulihi və onun elçisinə, vel kitabillazi və o kitaba ki nəzzələ alə rasulihi, nazil etdik onun elçisinə. Gəlin ayənin ümumi mənasına baxaq. Ey Allaha iman gətirənlər, Allaha və onun peyğəmbərinə, peyğəmbərə nazil etdiyi kitaba iman gətirin. Burada imanın da dərəcəsi var əlbəttə. Ey o kəslər ki iman gətirmişsiniz, iman edin. Yəni imanın üstündə bir iman da var təbii ki. Keçirik dərsimizin 3-cü ayəsinə. Və həzə kitabun. Və həzə və bu kitabun, kitabdır, ənzəlnəhu, onu nazil etdik, mübərəkun, bərəkətli, fəttəbi'uhu, ona tabi olun, vəttəqu və təqvalı olun, qorxun, ləalləkum, şayət, bəlkə, turhamun, rəhm olunmuş olasınız. Ümumi mənaya baxaq. Bu, bizim nazil etdiyimiz mübarək bir kitabdır. Ona görə də ona tabi olun və təqvalı olun ki, ya bəlkə, rəhm olunasınız. Çatdıq, bu da Ənam surəsi 155-ci ayə idi. Əlbəttə, dərsimizin 4-cü ayəsinə İnnə ənzəlnəhu, həqiqətən biz, yəni İnnə ənzəlnəhu, nazil etdik onu Qur'anən, Arabiyyən, ərəbcə Qur'an, ləalləkum təqilun, bəlkə düşünəsiniz. Yusuf surəsinin 2-ci ayəsidir. Ümumi tərcümə edək. Həqiqətən, biz onu ərəbcə bir Quran şəklində nazil etdik ki, bəlkə düşünəsiniz. Maraqlı bir ayədir əlbəttə. Dərsimizin 5-ci ayəsi. Əlif, ləm, ra, müqatta hərflərindəndir. Əlbəttə, müqatta hərflərinə bəzən təfsirlər də veriblər, amma Allaha bəllidir bunun əsl mənası. İnşallah zamanında bu müqəttə hərflərində izah edən, onu təfsir edən əsl sahibi gələcək və izah edəcək. Kitabun, kitabdır, bir kitabdır, ənzəlnəhu,
nazil etdik onu ileykə sənə lituxricən nəsə cəmaatı çıxarasan minəz-zulumati zülmətlərdən, yəni burada min dandəndir, zulumət cəm zülmətlər, ilən nuri nura biizni rabbihim Rəblərinin izni ilə. Ümumi tərcüməyə baxaq. İbrahim surəsinin 1-ci ayəsinə bu kitabı sənə nazil etdik ki, Rəbbinin izni ilə insanları zülmətlərdən nura çıxarasan. Dərsimizin 6-cı ayəsi İbrahim surəsinin 1-ci ayəsi həmd olsun lillahi Allaha əlləzi o Allah ki ənzələ nazil etdi alə abdihi öz əbdinə əl-kitəbə kitabı. Ümumi tərcüməyə baxaq. Həmd bu kitabı öz bəndəsinə nazil edən Allah üçündür. Burada lillahi Allah üçün mənası verir. Elhamdülillahi, yəni həmd Allah üçündür ki, əlləzi ki, ənzələ nazil etdi alə abdihi əl-kitəbə. Dərsimizin 7-ci ayəsinə gələk. Ənkəbut surəsinin 47-ci ayəsi. Və kəzəlikə elə bu cürdür. Ənzəlnə nazil etdik biz iləykə sənə əl-kitəbə. Yəni iləykəl kitəbə kitabı. Fəlləzinə o kəslər ki ətəynəhumul kitəbə onlara kitab verdik. Yu'minunə bih ona iman etdilər. İman etdilər ona. Belə desək daha yaxşıdır. Gəlin ayənin ümumi mənasına baxaq. Bu kitabı da sənə belə nazil etdik ki, beləliklə kitab verdiyimiz kəslər bu kitaba iman gətirirlər. Yu'minunə bih gətirirlər. Dərsimizin 8-ci ayəsi və Zümər surəsinin 2-ci ayəsi. İnnə həqiqətən biz ənzəlnə nazil etdik iləykə sənə əl-kitəbə, iləykəl kitəbə. Bil haqqi haqq olaraq fə'budilləhə Allaha pəs ibadət et, muxlisən xalis, ləhuddin dini ona xalis edərək. İndi ümumi tərcüməyə baxaq. Həqiqətən bu kitabı sənə haqq olaraq nazil etdik, buna görə də Allaha dini xalis edərək ibadət et. Yəni Allah üçün insan gərək xalis ibadət etsin. Yəni əgər insan ibadətində Allaha riya olaraq ibadət edərsə, onun ibadəti təbii ki, batil hesab olur, Allah qəbul etmir. Və çatdıq dərsimizin 9-cu ayəsinə, Duxan surəsinin 1-ci və 3-cü ayələri. Həmim, yenə müqatta hərflərlə başlayır. Vəl kitəbil mubin. Burada və and mənasında işlənib, and olsun aşkar kitaba. İnnə, həqiqətən biz ənzəlnəhu, onu nazil etdik, fi leylətin mübarəkətin. Fi dadədir, leylətin gecədə, mübarəkətin mübarək gecədə. İnnə kunnə munzirin. İnnə kunnə. Burada innə həqiqətən biz, kunnə burada əlavə təkid olaraq işlənib. Biz olduq, biz idik mənasını verir. Yəni, həqiqətən biz munzirin, yəni qorxuzanlardanıq. Gəlin ayənin ümumi tərcüməsinə baxaq. And olsun bu aydın və aydınlaşdırıcı kitaba ki, biz onu çox bərəkətli bir gecədə nazil etdik. Bəli, çatdıq dərsimizin 10-cu və sonuncu ayəsinə. İnnə ənzəlnəhu fi leylətil qadr. Qədr surəsinin 1-ci və 2-ci ayəsi. Həqiqətən biz ənzəlnəhu, onu nazil etdik, fi leylətil qadr. Qədir gecəsində. Və mə ədrakə,
Nə dərk edirsən, nə bilirsən? Mə leylətul qadr. Qədir gecəsi nədir ki, bunu hər Ramazan ayında təbii ki, möminlər iftardan qabaq oxuyurlar. Əlbəttə, bu surəni Qədir gecələrində oxumaq daha çox savablıdır. Ramazan ayında daha çox savablıdır ki, möminlər də buna riayət edirlər. Çatdıq dərsimizin maraqlı hissələrinə, dərsdə olan yeni lüğətlərə biz nəzər salaq. İttəbi'u, tabi olun, cəm işlədib burada. U'bud, ibadət et. Ənzələ, nazil etdi, endirdi mənasını verir. Unzilə, nazil oldu, endi mənasını verir. Tuxricu, çıxarsın. Turhamun, rəhm olunursunuz. Tə'qilun, düşünürsünüz. Şəhru, ay, kəzəlikə, beləcə, kunnə, idik, olduq. Ləallə, bəlkə, bu ümidlə ki, mə, nədir, nə, mə ədrakə, nə düşünürsən, munzirin, qorxudan, nəzzələ, endirdi, yu'minunə, iman gətirirlər, imanları var. Bəli, çatdıq dərsimizin maraqlı hissəsinə, testlərimizə çatdıq. Burada hansı doğrudur, siz onu özünüz tapacaqsınız. Birinci, ənzələ, unzilə, A bəndi, endirdi, endirildi. Təbii ki, burada kitabda endi yazıb, amma burada endirildidir. A bəndi düzdür burada. B bəndi nazil edir, nazil olur. Biz burada A bəndini seçəcəyik. İkinci, İzn, u'bud, A bəndi icazə, ibadət etdi. B bəndi icazə, ibadət et. Hansı doğrudur, onu tapacaqsınız. Üçüncü, kunnə, qadr, A bəndi olduq, ölçü. B bəndi idilər, ölçü. Hansı doğrudur? Dördüncü, ləallə, şəhr, A bəndi bu ümidlə ki, ay. B bəndi bəlkə, şəhər. Hansı doğrudur? Beşinci, kəzəlikə, munzirin. A bəndi o, qorxudan. B bəndi beləcə, qorxudanlar. Bu hansı düzdür, bunları siz özünüzü bir dənə test edəcəksiniz. Keçirik ikinci testimizə, bunun əksi. Birincisi, düşünürsünüz, rəhm olunursunuz. A bəndi, turhamunə, tə'qilunə. B bəndi, tə'qilunə, turhamunə. Hansı düzdür, onu seçəcəksiniz. İkinci, iman gətirirlər, endirdi, A bəndi, yu'minunə, nəzzələ, B bəndi, əmənu, unzilə. Üçüncü, xalis edən, bu ümidlə ki, A bəndi, muxlisan, ləallə, B bəndi, muxlisan, turhamunə. Dördüncü, nazil etdik, nazil etdi. A bəndi, ənzəlnə, unzilə. B bəndi, ənzəlnə, ənzələ. Hansı doğrudur, onu seçəcəksiniz. Beşinci, nə bilirsən, idik. A bəndi, kunnə, mə ədrakə. B bəndi, mə ədrakə, kunnə. Bunların hansı doğrudur, onları seçib yazacaqsınız. Bəli, deməli, hər ayənin düzgün tərcüməsini əlamətlə göstərin. Burada artıq biz kəlmə düzəldirik ayələrdən. Birinci, ənzəlnəhu Qur'anən arabiyyən. A bəndi, həqiqətən biz nazil etdik onu ərəbcə bir Quran.
B-bəndi nazil etdik onu ərəb dilində bir Quran. Hansı doğrudur onu yazacaqsınız. Fa'budillahə muxlisan lehuddin. A bəndi, bəs elə isə ibadət et Allaha, dini onun üçün xalis edərək. B bəndi, ibadət et Allaha, xalisliklə onun dini əsasında. Hansı doğrudur onu yazacaqsınız. Üçüncü, kitabun ənzəlnəhu iləykə. A bəndi, Quran mötərəzə içində bir kitabdır ki, nazil etdik onu sənə. B bəndi, Quran mötərəzə içində kitabı ki, sənə nazil etdik. Dördüncü, fəttəbi'uhu vəttəqu. Qısa bir ayədir. A bəndi, bəs elə isə itaət edin ona və təqvalı olun. B bəndi, itaət etdilər ona və təqvalı oldular. Hansı doğrudur? Beşinci, İnnə kunnə munzirin. A bəndi, mən sizin üçün bir qorxudanam. B bəndi, həqiqətən biz idik qorxudan. Hansı doğrudur onu yazacaqsınız. Burada siz kəlmələri görürsünüz ekranda. Bu kəlmələrin mənaların özünüz tapacaqsınız ki, 14 dənə kəlmədir. İnnə ənzəlnəhu fi leylətil qadr. Özünüzə bir dəftər tutun və orada cədvəl çəkin. Bu kəlmələri yazın və qabağından onun Azərbaycan dilində mənalarını yazın ki, bu sizə çox kömək edər. Fi leylətil qadr mənasını yazacaqsınız. Vəl kitabil mubin ləalləkum təqilun fa'budillah və sair. Bu kəlmələri də diqqətlə oxuyun və dərsimizdə bunu çıxarış edə bilərsiniz əlbəttə. Bizim dördüncü tapşırığımız verilmiş Quran ayələrini oradan-buradan tərcümə edib, siz bu tərcümələri dolduracaqsınız. Birincisi, İnnə ənzəlnəhu Qur'anən arabiyyən. Həqiqətən boş yer buraxıb, endirdik, yenə boş yer buraxıb, bir Quran. Siz bunları dolduracaqsınız. Mən tək ərəbcəsini oxuyuram, artıq siz özünüz burada görəcəksiniz. Fa'budillahə muxlisan lehuddinə, yenə bunu oradan-buradan tərcümə edib. Üçüncü, lituxricən nəsə minəl zuluməti ilən nur, oradan-buradan tərcümədir. Biizni Rabbihim. Dördüncü, və hədə kitabun ənzəlnəhu mübarakun fəttəbi'uhu, yenə oradan-buradan tərcümə edib. Beşinci, hudəllinnəsi və bəyyinatin minəl hudə. İnsanlar boş yer buraxıb və hidayətdən yenə boş yer buraxıb, bunu siz dolduracaqsınız boş yerləri. Bəli, dəyərli dostlarımız, deməli, siz qabaqçı dərslərə, buraki 9 dərs keçmişik, 10 dərs artıq, demək olar, 10 dərsə yaxın bir dərsimiz olub. Siz əvvəlki dərslərimizə müraciət edin, onlara təkrarlayın. Çünki nə qədər təkrar edərsinizsə, o zaman sizin tərcüməniz daha da güclü olacaq. Amma bu dərsimizdə, yəni hər dərsdə bilirsiniz ki, qrammatikadan bəzi şeyləri verir. Deməli, eyni köklü sözlərə burada işarə edir. Baxın, Azərbaycan dilində, məsələn, ov, ovçu, ovlamaq, ovlaq kəlməsi və yaxud da gül, gülçü, güllük, güldan. Bunlar, görürsünüz, hər kəlmədə orada gül sözü, məsələn, biz görürük və yaxud da ov görürük və yaxud da nur, nurani, nurlu və s. Belə kəlmələr ərəb dilində daha çoxdur, yəni eyni köklü kəlmələr. Biz bu eyni köklü kəlmələrə diqqət edəriksə, o zaman biz kəlmənin mənasını daha tez tapırıq. Məsələn, muallimun, alimun, ilmun. Bu kəlmələrin tərkibində ayn, ləm və mim görürük. Məsələn, muallim sözündə ayn, ləm, mim, alim sözündə yenə həmçinin, ilm sözündə həmçinin. Bunlar eyni köklü sözlərdir. Mən burada sizə, deməli, kitabın 130-cu səhifəsində bu kəlmələr ki, burada verilib, siz ekranda da görəcəksiniz bu kəlmələri, biz ümumi kəlmələri veririk və siz o kəlmələrin içərisində hansı
kəlmələri eyni köklüdür. Siz onları seçib yazacaqsınız. Yəni bu qarışıq kəlmələrin içərisindən eyni köklü sözləri, kəlmələri tapacaqsınız və yazacaqsınız. Onlar bunlardır. Aqlun, aqilun, abdun, u'budu, muslimen, rahmun, İslamun, ya'giluna, ibadun, arsalna, mursaline, halkun, ya'buduna, selamun, muslimine, rusulun, rahmanun, halikun, rahimun, ta'giluna, rasulun, yahluku, halakana, rahmeten, risaletun, turhamuna. Məsələn, biz burada götürürük abdun kəlməsin, məsələn, başlayırıq burada və yaxud da aqlun kəlməsin götürürük elə əvvəldən, başlayırıq həmin aqlə burada aqil, ya'giluna, ta'giluna, baxın bunlar eyni köklü sözlərdir. Sonra siz ikinci kəlmə, məsələn, abdun, onu götürəcəksiniz, burada üçüncü kəlmədir. Çünki aqlun, aqilun bir ikinci kəlmələrdir. Üçüncü abdundur. Abdun kəlməsini götürürsünüz və misal olaraq, kömək olaraq deyirəm. Məsələn, ibadun, abd sözündə baxırsınız, ayn hərfi var, b hərfi var, dəl hərfi var. Deməli, bu eyni köklü sözlərdir. Bəli, yenə həmişə olduğu kimi burada kitabın 131-ci səhifəsində azacıq təfsirə işarə edib, bunu özünüz oxuya bilərsiniz və kitabın sonunda ev tapşırığı ayələr, Quran-ı Kərimin başqa ayələrindən. Məsələn, Bəqərə surəsi 231-ci ayə وَذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ وَمَا أَنْزَلَ عَلَيْكُمْ مِنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِذُكُمْ بِهِ. Bunu gedin, axtarın, özünüz tərcümə edin. Burada bu ayənin ya'izu kəlməsi ögüd verir. Bir dənə burada çıxardıq bu lüğəti. Bəli, burada da 7 dənə ayədir. Biz dərsimizdə 10 dənə ayəni tərcümə etdik. Burada da 7 dənə ayədir ki, siz bunu özünüz tərcümə edin. Çünki ekranda görürsünüz bunları. İkinci, وَمَا أَنْزَلْنَا عَلَيْكَ الْكِتَابَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ الَّذ۪ينَ اخْتَلَفُوا ف۪يهِ. Nəhl surəsi 64. Üçüncü, وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ وَهُدًا وَرَحْمَةً لِلْمُسْلِمِينَ. İsra surəsi 82. وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ. Şəfa ayəsidir. Kəhf surəsinin 1-ci ayəsi Elhamdülillahillezî enzele ala abdihil kitâbe ve lem yec'al lehu ivaca. Qalanlarında ekranda görürsünüz. Oradan baxın, tərcümələrin özünüz çıxardın. Bəli, çatdıq dərsimizin sonuna. Dəyərli dostlarımız, dəyərli tələbələr, bəli, bu dərsləri çoxlu təkrar edərək siz keçmiş lüğətləri də yadınıza salın, onları da təkrarlayın ki, Quran-ı Kərimi rahat tərcümə edəsiniz. Hər birinizi uca və əzəmətli Rəbbimə əmanət edirəm. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.